bilirsiniz də ki, İran tərəfi Trump'ın oğlunun başına göre 10 milyon verir ve internette onun oğlunun mühafizəçilərin qrafikini qoyub, oğlu hara gedir, nə üçün gedir, harda məşğuldur, hardan hara gedir və deyir ki, onun oğlunun başını gətirənə 10 milyon dollar verir. Təbii ki, Trump mühafizəni gücləndirdi. Bilirsiniz də Türkiyəyə gəldi. Türkiyədə bir təyyarədən o biri təyyarəyə mindi, göyərtəsinə mindi və güya ki, bura mindi, əslində o birisinə mindi. Eyni şeydə elədi. İngiltərədə. Niyə insanlar öz vətənlərində, öz otaqlarında, öz vəzifələrində oturanda cəsarətdən danışırlar? Özlərini qorxmayan varlıqlar kimi göstərirlər, qorxmaz adamlar kimi göstərirlər. Gerçəkliyə gələndə isə qorxurlar. Niyə? Trump, nədən qorxursan? Deməli, onların sənin oğlunun başına 10 milyon təyin etmələri düz deyil. Amma sənin Xameyneyni, onun nəvəsini, sonra nəvəsinin nəvəsini öldürməyin, nəvəsinin qızını öldürməyin, yaxınlarını raketlə tapıb öldürməyin düzdür. Amma onların bunu etməkləri düz deyil. Elə çıxır da, hə? Niyə belədir? Yenə deyirəm, videoya baxmaq istəyən baxsın, baxmaq istəməyən də cəhənnəm olsun, dursun, rədd olsun, hara gedir getsin. Kiminsə nazı ilə oynamağa mənim heç bir halım yoxdur. İndi kim söndürdüsə videonu, lap yaxşı. Mövzuya başlaya bilərik. Narazıçılıklar artır. Dünya değişilir. Pis yere doğru gelir. Aslında dünya her zaman pis yere doğru gelirdi. Acımasız həqiqətləri eşitməyə ümid edirəm ki, hazırsınız. Hazır deyilsinizsə də mənə maraqlı deyil. Buranın ağası da, başçısı da mənəm. Yəni bu kanal. Baxmaq istəməyən, dedim də cəhənnəm ola bilər, mənə maraqlı deyil. Baxırsan, baxmırsan, maraqlıdır, maraqlı deyil. Artıq belə şeylər mənə maraqlı deyil. Mən indi söhbət edəcəyim adam tanıdığım ən ağıllı adamlardan biridir və bu dediklərimi elə bil ona ünvanlandıracağım, onunla söhbət edəcəm. Siz anlamasaz, mənə maraqlı deyil, anlayırsınız, anlamırsınız. Sizin şəxsi işinizdir. Bu adam zəkalı bir adamdır. Həm eybəcər adamdır, həm zəkalıdır. Həm səhvlərini görə biləndir, həm də ki, həm yarı aydınlanmışdır, yarı korun biri kordur. Bu adam mən özümə və mən özümə qüsurlu bir insana, yəni özümə cahil bir insana, cahilliyini etiraf edən bir insana müraciət edirəm və ona uyğun danışıram. Açıqlamalar verməyəcəm, sırf sənin üçün gözəl insan, dəyərli insan, sənin üçün, yəni özüm üçün yüksəklərdən, təpələrdən, zirvələrdən danışacağım. Anlayan, anlamayan mənə
bir şey deyil, dəxlisi yoxdur. $5000 il bundan əvvəlki hadisələr yadındadır da, düzdür? Onda nə baş verirdi? Onda Gilgameş var idi. Əslində Gilgameşin dastanı yaranmışdı. Gilgameş dastanı yazılmışdı 5000 il əvvəl. Gilgameş dastanında deyilir ki, bizdən qat-qat əvvəllər insanlar yaşamışdı. Yəni Gilgameş dastanında baş verən hadisələr min il əvvələ gedir. Bəs bu insanlar qəhrəmanlar, vacib qəhrəmanlar sayılırdımı? Önəmlidirmi? Xeyr. Bəs niyə səncə qəhrəmanlara ehtiyac var? Əslində heç bir ehtiyac yoxdur qəhrəmanlara. Sadəcə insanlar zəifdir, acizdir, cılızdır. Başa düşdün? Və sən də acizsən, cılızsan, zəifsən, heç kimsən. Xoşun gəlsə də, gəlməsə də sənə bunu deyirəm. Yəni özümə deyirəm. Sakratla Məhəmməd Peyğəmbər arasındakı fərq. Mən iddia edirəm ki, Sakrat Məhəmməd Peyğəmbərdən qat-qat üstündür. Niyə görə? Pifiyalar indi burada başa salardım, amma özümlə danışıram, ona görə bilirəm ki, Pifiyaların kim olduğunu, nəyin olduğunu, nə olduğunu bilirəm. Pifiyalar demişdi ki, gedib onlardan soruşmuşlar ki, Yunanistanda ümumiyyətlə polislərdə bu agoraların olduğu yerdə, məkanlarda, bu gözəl adalarda bizim tanıdığımız bu indiki dünyada ən ağıllı insan, ən müdrik insan kimdir? Pifiyalar, həmin bu ofsunlanmış qadınlar qayıtdı, dedi ki, ən müdrik insan Sakratdır. Nəyə görə? Sakratın yanına gedib soruşdular ki, nəyə görə sənə belə müdrik deyir? Deyir, bilmirəm, mən heç nə bilmirəm. Mən bilirəm ki, heç nə bilmirəm. Bunlar yenə qayıtdılar bu Pifiyaların yanına və Pifiyalar da dedilər ki, məhz o, mən bilirəm ki, heç nə bilmirəm deyir deyə o ən müdrik insandır. Məhəmməd Peyğəmbər belə deyir, Allah var, mələklər var, Cəbrail var, İblis var, şeytanlar var, Allahın yazısı var, qismət var, taley var, qiyamət var, axirət var və bunların heç birisində şübhələnməyə bir qram da ehtiyac yoxdur. Mən Peyğəmbərəm və mən gəlmişəm ki, sizləri müsəlman eləyim. O, bir qramda öz dediyində şübhələnmir. İndi biz Adolf Hitleri götürək. Carl Gustav Jung bilirsən də ki, böyük mistik bir psixoloq idi. O, Məhəmməd Peyğəmbəri Hitlerlə bir tuturdu. Deyirdi ki, Almaniyada 1930-cu illərdə baş verən hadisələr Səudiyyə Ərəbistanda 7-ci əsrdə baş verən hadisələrə psixoloji baxımdan çox yaxındır və oxşardır. Orada da ideologiya qalxmışdı, burada da ideologiya qalxmışdı. Bilirsiniz ki, Hitler deyirdi ki, kaş 726-cı ildə baş verən Poitiers savaşı idi deyəsən Fransanın yaxınlığında. Onda İspaniyadan hücuma keçmişlər, dəqiq yadımda deyil. Deyir, kaş biz müsəlmanlar tutardı, indi dünyanı idarə eləyərdik. Nietzsche'nin də müsəlmanlardan xoşu gəlirdi və Nietzsche deyirdi ki, xaç yürüşlərini müsəlmanlar ona görə edib ki, xristianlar ona görə edib ki, ona görə yox ki, getsinlər Yerusalimi, o şeyi, müqəddəs torpaqları qaytarsınlar, xeyr. Onlar sadəcə gördülər ki, şərq varlıdır, İslam dünyası varlıdır. Papa bunu bilirdi, Roma papası bilirdi və
Adamları yığdı, beyinlerini yudu. Necə ki indi bizim sosial şəbəkələr, televiziyalar, siyasət beynimizi yuyur. Beyinlerini yudu, dedi gedin ora, qaytarın torpağı. Getdilər, var dövləti götürüb, bilikləri filanı götürüb qayıtdılar da. Məsələn, niyə görə İspaniyanı əldə etmək istəyirlər? İspaniyaya gəldilər, gördülər ki, biz Çin biliyi, bunların baxın, hamamları var, gözəl bağları var, mənzərələri var. İndi Məhəmməd Peyğəmbər deyir ki, şübhələnməyin bunda. Şübhələnmə, inan. İnanmırsan, hə? İnanmırsan, baş getdi. İnanmırsan, başın getdi. İnanmaq istəmirsən, şübhələnirsən, başın getdi. Narazıçılığını bildirirsən, başın getdi. Sakrat isə deyirdi ki, mən bilirəm ki, heç nə bilmirəm. Sakratın ölümünə baxaq. Məhəmməd Peyğəmbərə görə ölümdən sonra olan qiyamət, axirət, cənnət və cəhənnəm xilasdır. Azad olmadı. Amma Sakrata görə elə ölümün özü azad olmadı. Platonun Fedon diyaloqunu oxumusunuzsa, orada deyilir. Sakratın son sözləri belə idi. Biz ondan soruşdular ki, nəsə istəyirsiniz? Artıq zəhər içmişdi də kişi kimi. Dedi, Asklepiyə xoruz borcluyuq. İndi bunun açıqlamasını verəcəm. Asklepiyə xoruz borcluyuq nə deməkdir? Onu deyim ki, Sakrat ölümə hazırlaşanda 70 yaşı var idi. Məhəmməd Peyğəmbərin 62 yaşı. O, Məhəmməd Peyğəmbər zəhərləndi Yahudi qadın tərəfindən. Bu da zəhərləndi. Amma Məhəmməd Peyğəmbər dua eləyirdi, dualar eləyirdi, prosedurlardan keçirdi ki, hədislərə əsasən üstünə su tökürdü və s. müəyyən prosedurlardan keçirdi ki, ölməsin. Sakrat isə kişi kimi mərcəsinə, mərdanə ölümə atıldı. Qaçmadı. O demədi ki, mən Mədinədən Məkkəyə, Məkkədən Mədinəyə belə eləyəcəm, taksi ilə gedəcəm. O getmədi, o qaçmadı. O ordu yıxmadı. O savaşırdı, ordu yıxmadı. Və müasir dünyada da görürsünüz ki, məsələn, mən nəsə deyirəm, adamlar mənə qulaq asmır. Amma burada uğur ideologiyası olsaydı, sənə axirətdə cənnət verilsəydi, sənə ən gözəl nemətlər bəxş edilsəydi, 100 dənə arvadla bir yerdə olmağa icazə verilsəydi, sən mənə göylərə qaldıracaqdın ki, biz belə bir fəlsəfə istəyirik. Biz belə bir din istəyirik. Sizcə ərəblər dindar idi? Yox. Sadəcə o güc, o psixoloji güc, pul əldə etmək istəyirdi, var dövlət əldə etmək istəyirdi. Bizansla Sasanilər zəifləməsəydi, onlar heç nə də eləyə bilməzdi. İndi bu toplum gedir, öldürmək istəyir də insanları. Qan istəyir, qisas istəyir, öldürmək istəyir. Biz deyirik ki, yox, ölüm və s. instinkt deyil. İnsanda qisas alma, öldürmə instinktləri var. Və bu insanlar öldürdü, qisas aldılar. Məsələn, Azərbaycan tarixində deyilir ki, gəldilər, bu proseslər oldu, 705-ci ildə Albaniya çöktü və s. Cavanşirdir, sonra Babəkdir. Mən Rusiya elm adamlarının araşdırmalarını, kitablarını oxuyanda, onlara nəzər yetirəndə gördüm ki, ərəblər nələr eləyirdi, kimlərin nə qədər baş kəsirdi, nə qədər insanları vurub öldürürdü. Sizin zərdüştlüklə nə işiniz var idi?
Hə? Çünki siz qorxurdunuz. Ona görə onu məhv elədiniz ki, qorxurdunuz ondan. Onun gücündən, onun əzəmətindən, onun minillik tarixindən qorxurdunuz. Min neçəsi il mövcud idi Zərdüştlük dini. O Avesta elə belə bir-iki səhvəli kitab deyildi, böyük kitablar idi. Hamısını məhv elədilər. Niyə görə? Qorxurdular. O qoyunları çatmırdı ki, o barbar ərəblərə, özlərini indi göylə aparan ərəblərə çatmırdı ki, sənin axirət ideyan, Bibliyada olan ideyaların 90%-i elə o Zərdüştlükdən gəlib. Xeyir, şər qüvvələr, axirət, cənnət, cəhənnəm. O Adəm-Həvva hekayəsi, alma hekayəsi. O başqa variantdır, amma oradan gəlib, kökənlər oradan gəlib. İslama görə tarix yoxdur. Bu cahilliyədir, yəni qaranlıqdır, heç araşdırma, tulla geçsin. Əsas buradır. Bu nə deməkdir? Mifologiyaya əsaslanmış dünya baxışı. Peyğəmbər və Sakrat arasında yaş fərqi var idi. İndi bilirsiniz, bu qorxu, Məhəmməd Peyğəmbər ölmək istəmirdi. Sakrat deyirdi, zəhəri gətir, mən içəcəm onu. İndi o zəhəri içdi və yavaş-yavaş ölməyə başladı. Asklepiya, xoruz borculuq nə deməkdir? Yunanistanda o vaxtı hələ tamaşalar keçirilirdi və bu tamaşalarda, tragediyalarda, komediyalarda Sakratla məzələnirdilər. Necə ki, məsələn, indi kimsə video çəkir, onu o video çəkirlər ya televiziyada göstərirlər, məzələnirlər də ondan da. Elə məzələnirdilər ondan. Asklepi tip tanrısıydı, müalicə eləyirdi. Onun simvolu olaraq bir iti göstərirdilər. Məsələn, bir adada belə istirahət mərkəzi idi. İnsanlar gedirdilər ora, Asklepiyə dua eləyirdilər, yatırdılar və Asklepi yuxuda onlara müalicə üsulunu deyirdi. Onlar da durub özlərini müalicə eləyirdilər. Və inanırdılar ki, Asklepi sağaldacaq. Sağaldanda nə edirdilər? Sağaldanda ona qurban verirdilər. Bu da deyir ki, qurbanı verir Sakrat. Ölür, son sözləridir. Artıq zəhər bura çatıb, bura. Burada dayanacaq, bura çatıb. Xoruz borcluyuq. Yəni, xoruzu öldürün. Suallar verirlər, necə bastıraq, vecinə də deyil, deyir, bastırın da, övladlarım belə olsun, fərqi yoxdur, necə olsun. Yəni ki, mən ölürəm və sağalıram. Nietzsche buna görə Sakratı tənqid edirdi. Nietzsche deyirdi ki, Sakrat cəsur, döyüşçü, belə ən güclü zehnə sahib bir adam idi. Amma son sözləri göstərdi ki, o da həyatı ağrı acı kimi qəbul edirdi. O da sıxılırdı, o da yorulmuşdu, o da əzab çəkirdi. Onu da yorurdu həyat. Emil Çoran da belə qəbul edir. Əslində mən də belə qəbul edirəm. Və Nietzsche'nin üst insan fəlsəfəsi ilə özünü aldatmasının düşüncəsindəyim. Nietzsche nihilizmdən, boşluqdan çıxmağın önəmini daha çox egoist olmaqda və üst insan olmaqda görür. Kim olacaq üst insan? Üst insan nədir ki? İnsan təbiətən zəifdir, cılızdır. Bunu daosizm deyir. Sakrat mərcəsinə kişi kimi öldü. Öldü. Və həmişə deyirdi, mən bilirəm, heç nə bilmirəm. İnsanlar ideyalar verən adamların dalıcı gedirlər. Bu adam sənə ideya vermir. Bu sənə demir cənnətə, cəhənnəmə gedəcəksən. Bu garantiya vermir. Bu sənə demir, var dövlət qazanacaqsan, xoşbəxt olacaqsan. Dua vermir, heç nə vermir. Praktika vermir. Bu adam sənə qızıldan, almazdan, brilyantdan, bütün Qurandan, bütün Bibliyalardan, bütün Tövratlardan
güclü olan 3 sözü deyir. Özünü dərk et. Özünü dərk elə. Bunu deyir. Apollonun məbədində yuxarıda yazılan sözlər idi. Özünü dərk elə. Həyatda lazım olan elə budur. Shri Ramana Maharshi da bunu dedi. Dedi, Shri Ramana Maharshi dedi ki, bu həyata gəlməyin yeganə məqsədi sənin özünü dərk eləməkdir. Qalan heç bir şeyin əhəmiyyəti yoxdur. Sakrat 2500 il əvvəl dedi ki, o indi də bu elm adamlarına, Richard Feynman'dı, Sabine Hosendorf'du, sonra Carl Sagan'dı, Michio Kaku'du. Bunlara baxardı, deyərdi, nə danışırsınız siz? O vaxtda da deyirdi. Anaximandırdı, Heraklitdi və s. Demokritdi. Bunlara zidd olaraq deyirdi ki, biz buranı dərk eləyə bilmərik, bura böyükdür. Gəlin özümüzü dərk eləyək, özümüzü tanıyaq. Araşdırın, sorğulayın, tələbələrinə deyirdi, araşdır, sorğula. Sakrat deyirdi ki, həqiqət sənin içindədir. Və bunu necə göstərdirdi? Deyirdi ki, Pifagorun nəzəriyyəsi o vaxtı bu qızıl formula kimi gedirdi də. Yəni, E bərabərdir MC kvadrat yaxud da ki, Fatihə surəsi kimi belə unikal bir şey kimi gedirdi. Çünki o vaxtı riyaziyyət kimi baxmırlar. Mistika və bilik kimi baxırdılar. Biz indi elə baxmırıq. Bizə görə ölü bir rəqəmlərdir, amma o vaxtı elə baxırdılar. Mistika, musiqi, tamaşa, katarsis kimi, enerji mübadiləsi kimi baxırdılar. Bizə görə bizim elm adamlarımız üçün bunun anlamı yoxdur indi. Qərbdə də deyirlər ki, boş şeydir. Qoyundular da ona görə. O dedi ki, bax, həqiqət bu Pifagorun nəzəriyyəsi bu uşağın içindədir. Uşağı çağırdı yanına, tələbələrin yanında. Dedi, bu budur. A kvadrat, B kvadrat, C kvadrat. Uşağı başa salmır da. Dedi, bax, belə elə, uşaq bunu başa düşdü. Belə elə, bunu başa düşdü. Başa düşdünüz? Yol göstərmir. O dedi ki, görün nə deyir? Deyir, mən o mamaçaya. Yəni, sənin içində, bax, bu Yaponlar deyir ki, beyin buradadır, qarında. Burada deyil. Sən burayla düşünürsən. Hindular deyirdi ki, sən qəlblə düşünürsən. Yaponlar burada. Bütün dünya qoyun kimi də deyir ki, biz buradan düşünürük. Deyir, müdriklik doğulur. Mən sadəcə doğulmağına imkan verirəm. Sakrat insanları öldürmürdü. Ədalətsizliyə çağırmırdı. Bir qalanı alırdı, yox. Qaladakıları öldürürdü, yox. Zülm edirdi, yox. Yalan danışırdı, yox. Nələrsə vəd edirdi, yox. Nəyisə çağırırdı, yaxşı şeylərə, mənəviyyata. Yaxşı insan olmağa çağırırdı. Nəcib insan, Konfutsi kimi. Amma Konfutsi ona çatmaz. Yəni, sorğu-sual edirdi. Qorxmurdu, hər kəsə yaxınlaşırdı. Və siz bilməlisiniz ki, inancla, sorğulamaq və praktika arasında böyük fərq var. İslam sənə deyir, inan. Məhəmməd Peyğəmbər deyir, inan. İnan, bu belədir. Tövrat, İncil, bu da axırıncı kitabdır, inan. Niyə? Mən ona görə deyirəm ki, siz orta əsr adamı deyilsiniz, siz inana bilməyəcəksiniz. Siz orta əsr adamı kimi heç cürə inana bilməyəcəksiniz. Siz Sakrat belə olmuşsunuz. Baxın, o elm adamları sizcə Sakratı başa düşəcəkdi? Yox. Psixoloqlar başa düşür Sakratı. Mən sizə belə deyim, psixologiya bilirsiniz nədir? Ruhaniyyatla psixologiya arasında nə fərq var? Ruhaniyyat mənliyini dərk eləməkdir. Psixologiya isə, yəni ruhaniyyat özünü dərk etməkdir, özü dərk etməkdir, qavramaqdır.
Psixologiya isə tanımaqdır, özünü tanımaq. Təsəvvür elə, sənin o evində qaranlıq otaqlar var. Sən girirsən, müəyyən təcrübə olur, pis hadisə və yaxud da ki, başqa bir şey və bir-bir bu otaqlara girirsən, işıqlandırırsan, baxırsan. Düzdür? Baxırsan. Bu özünü tanımaqdır, bu psixologiyadır. Amma özünü dərk eləmək, güzgüyə yaxınlaşıb öz üzünə, bədəninə baxmaqdır. Analogiyanı başa düşdünüz? Psixologiya yaşadığın evi, psixikanı, şuuru, biliyi, bilinci tanımaqdır. Ruhaniyyat isə əsl şuuru. Dzogçendə buna güzgü deyirlər. Güzgü. Sənin əsl şuurun güzgüdür, sənin təbiətin güzgüdür. Və bütün nəsnələr, düşüncələr, emosiyalar hamısı orada əks edilir. Onu tanımaqdır, əsl özünü tanımaqdır. Yəni, bu içində olanları tanımaqdır, psixikanı. Bu isə güzgüyə yaxınlaşıb orada özünü görüb tanımaqdır da. Başa düşdünüz? Ruhaniyyatla psixologiya arasında olan fərq. Sokrat buna çağırırdı. Sokrat ona görə böyük adamdır. Və o həyatın ağır acı olduğunu bilirdi. O başa düşürdü ki, bir fəlsəfə uydurmaq lazımdır. Nietzsche o dövrə dekadans dövrü deyir. Hər dəfə belə bir şey baş verəcək ömrü boyu. Biz insanlar yaşadıkça bir fəlsəfə olacaq, yaranacaq, güclənəcək, sonra dekadans dövrü, nihilizm dövrü gələcək və ondan sonra yeni bir şey yaranmalıdır, yeni bir inanc yaranmalıdır. Bu dövrümüzün inancı nədir sizcə? Texnologiyanın inkişafına və texnologiyanın bütün problemlərimizi həll etməsinə inanmağımızdır. Orta əsr insanı necə Allaha inanırdısa, dua eləyirdisə, Allah üçün yaşayırdısa, biz də texnologiyaya inanırıq. Elektronikaya inanırıq. Yeni cihazların, yeni təcrübələrin, eksperimentlərin bizə kömək edəcəyinə, elm adamlarının peyğəmbər olduğuna inanırıq və onlar bizə yardım eləyəcək. Psixoloqların bizim psixikamızı əvvəl-axır tanıdığına, bizə kömək edəcəyinə, bioloqların bütün tibbi öyrənib bizə yardım edəcəyinə, bizi ölümdən xilas edəcəyinə inanırıq. Amma Sokrat bilirdi ki, bunların heç birisi xilas eləməyəcək. Ölüm bizi öldürəcək. Bədənimiz çürüyəcək. Həqiqət səndədir, sadəcə o sənə doğulmağına icazə verirdi, səndə olana. Sokrat özünü cahil sayanda qürurdan cahil saymırdı. O özünü möhtəşəm birisi hesab eləmirdi. Məhəmməd Peyğəmbər isə yaşamaq istəyirdi. Məhəmməd Peyğəmbəri niyə görə tənqid eləmək olar? Çünki o, Peyğəmbər olaraq qalsaydı İsa Peyğəmbər kimi, onu tənqid etmək olmazdı. O İsa Peyğəmbəri ona görə tənqid etmək olmur, çünki o ancaq Peyğəmbər idi. Məhəmməd Peyğəmbər isə onu Peyğəmbər kimi tənqid eləmək olmaz. Amma onu siyasətçi kimi, qaydalar yaradan birisi kimi, zəbt edən birisi kimi, sosial-ictimai həyatda, fəaliyyətdə olan birisi kimi tənqid eləmək olar və bu düzgündür. Başa düşdünüz? Təkcə Peyğəmbər olsaydı tənqid etmək olmaz, amma bununla məşğul idi deyə tənqid edilməlidir. Biz düşünürük ki, o hər şeyi bilirdi. Bəli, o həqiqəti bilirdi. Allahın huzurunu dərk edirdi. Huzur deyəndə mən sizin sakitlik, sülh dediyinizi nəzərdə tutmuram. Mən bu axında fərqindəliyi, bax indi sənin xəbərin olmayan fərqindəliyi nəzərdə tuturam. O bunun fərqində idi. O biliklərin nə olduğunu filan bilirdi. Amma bu o demək deyil ki, o Karl Marx kimi bilikli idi, yaxud da ki, Nietzsche kimi cəmiyyətin, toplumun necə işlədiyini bilirdi, yox. Yaxud da ki, şey kimi, Konfutsi kimi bir elə universitet yaradacaq ki, bu öz-özlüyündə işləyəcək. Xeyr. Mən bir şeyi bilə bilərəm, amma o demək deyil ki, mən başqa şeyləri bilirəm. Onun səhvi ondaydı ki,
O dedi mən bunu bilirəm, onu bilirəm və o bizim tanıdığımız adam deyil. Biz sadəcə onun haqqında yazılanları bilirik. Biz onu tanımırıq. Bu da var da. İndi elm adamlarını da mən tərifləmirəm, psixoloqları da tərifləmirəm. Psixoloqlar deyir ki, özünü şey eləyin, terapiyalardan keçin. Gestalt terapiya, NLP və s. keçdin, gücləndin. Bu bilirsiniz nəyə göstərir? Keçmək lazımdır, doğrudur. Sadəcə sənə deyir ki, bu sənə özünü dərk etməyə imkan verməyəcək. Bu oyundur sadəcə, oynayırsan. Amma insanlara lazımdır. Mən demirəm, çox lazımdır. Çünki insanların çoxsu ilişib qalıb bunda. Adam da mən xoşum gəlmirdi onunla. Xoşum gəlmirdi adamla. Və o gün eşitdim ki, sadəcə oturdum belə, yemək yedim, gördüm. Deyir ki, telefonla kimləsə danışır. Deyir ki, mən nə Allaha inanıram, nə anama, atama inanıram, nə də başqasına. Ancaq özümə inanıram. Və mən onda hiss elədim ki, mən bu insandan niyə negativ hiss eləyirəm? Savadsızdır, ağır acıları var bəlkə də. Həyatda bir şey qazana bilməyib və təvazökar olmağın yerinə qəzəblənməyi seçdi. Dedi, Allah yoxdur. Siz elə bilirsiniz, kasıb insanlar Allaha inanır. Yarısı həccilərə qulaq asanlar Allaha inanır. Amma digərləri qəzəblidir, acıqlıdır, nifrət doludur və zəif olduqlarını bilirlər. Cılız, aciz olduqlarını bilirlər. Və içlərində iblis onları gəmirir, çeynir. Onlar özlərində işləmirlər. Fabrikdə, zavodda 50 il işləmək, 100 il işləmək səni müdrikləşdirməyəcək. Araq içmək, pivə içmək müdrikləşdirməyəcək. Kitab oxumaq müdrikləşdirməyəcək. İndi insanlar kitabları şey kimi oxuyur bəziləri. Elə bil kolleksiya yığır. Mən bunu oxudum, onu oxudum. Cəhənnəmə görə oxudum. Nə verdi bu sənə? Pul üçün, diqqət üçün oxuyursan sən. Bilik qazanmaq üçün oxuyursan. Emosional masturbasiya üçün oxuyursan sən. Nə üçün oxuyursan? Ən əzablanlarında kitab oxuyursan sən, yadva düşürsən kitab. Adamlar özlərini aldadır. Hər bir şeydə aldadır. Və hər gün siz özlərini aldadan insanların içində yaşayırsınız. Və deyirik, ay Allah, yaşama olmur. Mən deyirəm, insan, müasir insan ancaq öz evində rahat ola bilər. Öz evində. Sən evindən bayıra bir addım atan kimi üzünə milyon dənə maska keçirilir. Özün ola bilmirsən. Yalan var. Biz hamımız birik. Biz bir ölkədə yaşayırıq. Bir-birimizi sevirik. Qardaşıq, türkük və s. Çaldıranı unudaq, Şah İsmayılı unudaq, Tahmasibi unudaq, Abbası unudaq. Nadir Şahla onları unudaq. Olmayıb heç bir şey. 1922-ci ildə Mustafa Kemal'ın bizə kömək etmədiyini onu da unudaq. Boş şeydir. Əsas odur ki, indi biz qardaşıq. Sizə nə qədər yalan danışırlar, siz də onlara inanırsınız. Belədir. Ona görə mən Sokratın tərəfdarıyım. Araşdırmaq lazımdır. Sokratın zehni çox güclüydü. Peyğəmbərdə o zehin yox idi. Və mən heç kəsi tənqid eləmirəm. Mən dini də tənqid eləmirəm. Ateizmi də tənqid eləmirəm. Mən sadəcə deyirəm ki, bunların heç birisi doğru yol deyil. Milarepa var idi. Tibet müqəddəsi Milarepa. Mən onun haqqında video çəkmişdim. Onun ağır yolu var idi. Marpa adında müəllimi var idi.
Marpa buna təsir deyirdi. Təsir verdi. Vermək istəmirdi. Milarepa ona yalvarırdı. Marpa deyirdi, oğluma ev tikmək lazım. Dedi, baş üstə. Qızıma ev tikmək lazımdır, baş üstə. Zirzibilləri hər gün yığışdıracaqsan, baş üstə. Hər gün mənim amballığımı eləyəcəksən, baş üstə. Bax, sən həqiqət üçün, həqiqəti bilmək üçün belə eşşək kimi əziyyət çəkməyə razı deyilsənsə, sən heç nə qazanmayacaqsın. Ona görə sən, Milarepa deyir, belə oturub, gülür, belə gülür, deyir ki, həyat yuxudur. Sən oxuyursan, deyirsən, əşi, bu nədir? Rəddəl o tərəfə. 20 il dağlarda, meşələrdə, qapalı, balaca bir yerlərin içində meditasiya praktik eləyən Milarepa, uçmağı öyrənən yeganə insan, bütün mistik bacarıqlara sahib olan bir insana sən deyirsən ki, əşi, boş şeydir. Onun həyat yuxudur deməsi arasında, sənin həyat yuxudur deməyin arasında yerlə göy qədər fərq var. Sən kitablar oxumusan, analiz eləyirsən, düşünürsən və deyirsən, ay Allah, mən necə ağıllıyam, mənim necə zəkam var, mən necə ağıllıyam, mənim necə fikirlərim var. Düşünürəm mən. Sənin yanına şir qaçsa, sən nə edəcəksən? Zəka işləyəcək onda. Onun yanına şir qaçırdı, o barmağını bir dəfə belə qaldırırdı, şir uçurdu o tərəfə. Əlini bir gün bir Molla Vəli Vidadi gəlmişdi. Molla gəlmişdi yana, yəni ağıllı bir adam. Kitablar oxumuş professor gəldi, dedi, sən beləsən. Milarepa götürdü əlini, daş var idi mağarada. Əlini daşın içinə saldı, oradan qızılı çıxartdı, qoydu onun qabağına. Dedi, indi nə danışacaqsınız? İnsanlar illərini verib, İbn Ərabi illərini verib vəhdədəl vücudu tanımaq üçün. Nə deməkdir vəhdədəl vücud? O deməkdir ki, sən düşünürsən ki, Allah var və mən varam. O deməkdir ki, mən varam, Allah var, ikisi də Allahın içindədir. Sən indi elə bir Allah bir dənizdir, okeandır, sən də onun içində üzən balıqsan. Sadə dillə deyək də, hər şey Allahdır. Sən bunu anlamırsan. Sən hələ də o incə məqamı tuta bilmirsən. Mən başqaları, mən dünya, mən həyat, mən ölüm. Belə. Bu deyir ki, bu ikiləmə belə, dualite belə, bunun içindədir. Fihi ma fihi, o onun içindədir. Məsnəvi, məsnəviya mənəvi, fihi ma fihi. Hüzurun içindədir bu. İndi sən oxumamısan, eləməmsən. İnsanlar var, baxır videoya, belə baxır. O divarın arxasında gizlənib, belə baxır, belə gizlincə baxır. Belə eləyir, baxır. Nəyə baxırsan? Qəbul eləmirsənsə, elədiyi, əziyyət çəkdiyi 2 il ərzində praktikanın verdiyi, insanların 100 manat verib öyrəndiyi bir şey mən sizə elə belə verdim, dəyər verən olmadı. Nietzsche deyir ki, deyir ki, belə eləmə, götür insanları cəzalandır. Özünü, mən sizə deyirəm, mən özümü sizdən üstün qoysaydım, siz məni həqiqətən də aydınlanmış birisi kimi görəcəydiniz və hörmətlə yanaşacaqdınız. Amma mən danışanda siz hiss edirsiniz ki, bu mənim kimi adamdır da. Düzdür, fərqi yoxdur ki. Məsələn, 12 il ərzində bu adamın eşşək kimi əziyyət çəkməsi və sənin aranda sən düşünürsən, eyni şey, nə var ki? Bu fərqi mən qoymuram, amma hiləgərlik, biclik işlətmək lazımdır, fərq qoymaq lazımdır. Necə ki, məsələn, adamlar müşfiq ötkünə baxır, professor, fəlsəfə elmləri, sən belə baxırsan. Allahdan danışdı, ay Allah, mənim sevdiyim həcilər öldü, getdi, bu yeganə qaldı. Belə cəfəngiyatdır. Ona görə Sakratın cəsarəti, mərdliyi, qorxmazlığı sizdə yoxdur.
Sokrat Nietzsche deyirdi ki, ailəli filosof, evlənən filosof. Komediyadır. Sokrat ailəsi ilə də maraqlanmırdı. Yəni. Elə belə evlən. O hər şeyi təcrübədən keçirdi. Ölüm gəlirdi. Siz ölümü görəndə ay Allah, ay Allah. Ölüm xəbəri, ölüm qaçırsınız. Necə ki, qadınlar Rusiyada oğulları ölüb, oğlu başsız gəlib, başı yoxdur oğlunun. Pul istəyir. Eşşək qızı eşşək göz yaşı tökməyin yerinə, ağlamağın yerinə pul istəyir. Deyir, mən pulumu niyə vermirsiniz? Yəni, oğlum başı kəsilib, gəlib meyidi bura. Lazım deyil, pul verin mən. Sokrat, ölüm gəlir, deyir, tez gəlsin, mənə maraqlıdır, mən bilmək istəyirəm, araşdırmaq istəyirəm. Siz ölümü elə araşdırmırsınız. Və adamlar Sokrat haqqında video çəkir. O müşfiq ötkün çəkib onun haqqında. Deyir, Sokrat eşşək arasıdır, o müdrik deyil. Denənə, sən onda olan ağlın, zehnin, cəsarətin 1% var səndə. 90-cı illərdə hərəvzin 20, 22, 23, 24 yaşı var idi. Müharibə gedirdi. Niyə getmədiniz? İndi gəlib deyirsiniz ki, müharibə kişilik məktəbidir, müharibədə vuruşmaq lazımdır. Sən o vaxtı 90-cı illərdə 22, 23 yaşın olanda getmədin, indi gəlin ağılla danışırsınız o qocalar. Ağ birçəklər, ağsaqqallar. Müharibə belədir, vuruşmaq lazımdır. İnsanlar hiyləgərdir, yalan danışır. Heç kəsə sənin saflığın lazım deyil. Nə dünyadır bu? Uşaq olmaq deyirlər yaxşı. Nə yaxşı? Sən uşaq olursan, sən bu dünyaya nəyi öyrənirsən? Güvənməməyi, inanmamağı. Yaxşı yerdir. Yaxşı yerdə sən güvənməməyi, inanmamağı öyrənirsən. Yalan danışmağı öyrənməlisən. Belə bir yaxşı cəmiyyətdir. Belə bir cəmiyyətdə bunu öyrənməlidirlər. Yaxşı cəmiyyət sənə inanmamağı, güvənməməyi, susmağı, uduzmağı, qəbullanmağı öyrədir. Dünya gəlinəsi yerdir. Mən sizə yalandan yalan danışım. Romantik fəlsəfəni pülüyüm qulaqlarınıza. Deyim, gəlin xoşbəxt olun. Evlənin, xoşbəxt olun. İnsanlara baxın, evlənirlər bir yerdə heç uzun yol belə gedə bilmirlər. Bir yerdə inkişaf da eləmirlər. Bir-birlərini aldadırlar. Yalan danışım sizə. Bir oyanın da. Oyanın. Bir içinizə gedin, bir sorğu-sual eləyin. Bir deyin ki, əziz spiker, kartını ver bizə, sənə bir 100 manat ataq, bir 500 manat ataq sənə. Niyə eləmirsiniz? Özünüzdən razısınız, özünüzü çox istəyirsiniz. Sən nətər özünü çox istəyirsən, o yalancı filosofdur, o coachdur, psixologdur, o da özünü çox istəyir də. O da tuluğunu doldurmaq istəyir də, o da qarnını doldurmaq istəyir. O da qorxur it kimi. O da əsəbləşir də. O da şalvarına batırır da. Çünki qorxur. İt kimi ölümdən qorxur. İt kimi tək qalmaqdan qorxur. İt kimi həyatın acımasızlığı ilə, həqiqətlə qarşılaşmaqdan qorxur. Amma pülüyür. Yalanları pülüyür. Yalanları danışır. Minlərlə insan da oturub qulaq asır. Mən isə sənə heç nə vermirəm. Çünki Sokrat mənəm elə. Müasir dövrün Sokratı elə mənəm. Kim mənə haqq verdi? Özüm özümə haqq verdim ki, çıxım həqiqətdən danışım. Heç kəs mənə bu haqqı vermədi. İnsanlar var, məni tanıyırdı, dedi, biz elə bildik, sən həqiqəti bilirsən, sən çox şey dərk eləməmsən.
Yox, sən bunları dərk elə sonra danış. Kim mənə haqq verdi? Özüm. Məhəmməd Peyğəmbərə Allah dedi, get danış. Sakrata Allah dedi, get danış. İsa Peyğəmbərə Allah dedi, get danış. Hə? Özləri bu haqqı özlərinə verdilər. Bəli, bu dünyanı şizoidlər, introvertlər mənalandırıb. Ekstravertlər vurub, dağıdıb, yıxıb, sındırıb hamısını introvertlər mənalandırıb. İndi hamı Van Gogh'dan danışır. Balaca küçüklər, eşşək balaları eşşək daş götürüb atırdı o gözəl insana. Onun saflığını, onun təmizliyinin dəyərini bilmədi. O fahişədən betər ləçərlər. İndi belə. O bizdə məktəbdə qız var idi. İndi o şəkil filan buraxır. Rəssamdır. Onun rəsmlərinə baxıram, ancaq romantik, ancaq belə fantaziyalar. Əzab çəkməyib çünki insan. Dərd bilməyib nədir. İnsan ayaqqabı çəkir, çörək yemir, acdır, ac. Acılıq bilirsiniz nə edir? Nekrasovun şeiri var. Deyir, bilirsən oğul, dünyanın ağası var. Dünyanın kralı var. Kimdir o? Bilirsən? Acılıq. Savadsızlıq görürsünüz, Pakistanlıları, Hindistanlıları nə günə salır. Vəhşi kimi baxırlar sənə. Səni didməyə, yeməyə hazırdılar. Barbarlıq baxır onların gözlərinin içindən. Amma topoydular, şükür Allaha. Çünki ağılları olsaydı necə zibillikdə olduqlarını anlayıb özlərindən sui-qəsd edərlər və hər bir şey səni bu cəhalətdən, cəhənnəmin içində yaşamağa məcbur edir. İnsanlar ona görə özlərinə sui-qəsd edir. Birincisi bu, iblis səni öz içinə çəkəcək, sən cəhənnəmdə qalacaqsan. İkincisi də odur ki, insanlar qorxur. Və həyat rahat olmayacaq. O vaxta qədər ki, sən bax buna inanacaqsan. Qız mənə Instagramda deyir ki, siz egoizmin təsiri altındasınız. Dedim, sən tanıyırsan heç məni, bir dənə şərhə əsasən fikir bildirirsən, tupoy qızı tupoy. Tanıyırsan məni? Bilirsən mən nə danışıram? Yox. Mən onun necə quyuda olduğunu görürəm, o isə görmür. Və üstün zəkanın problemi budur. Sən avtomatik insanları anlayırsan və mərhəmət hiss edirsən onlara qarşı. Onlar da çönüb sənə baxır, tüpürür sənin üzvə. Bax, budur üstün zəka. Emosional empatiya budur. Baxırlar, tüpürürlər üzvə ki, kül sənin başına. Gerçək həyat sübut eləyir ki, sən özünü düşünməsən, uğur qazanmayacaqsan. Məktəbdə oxuyurdum, bir partada otururduq da. Eşşək balası eşşəklə bir partada oturduq. Mən testdir, nədir, hamıya köməklik edirəm. Bu, heç kəsə köməklik eləmir. TQDK-ya imtahan verirəm, otururam, qabağımdakına, yanımdakına, buradakına köməklik edirəm. Bu, ancaq özünü düşünün. İndi məndən yaxşı yaşayır. Niyə görə? Özünüz də görürsünüz, özünüz də bilirsiniz ki, neçə nəfərə köməklik eləmişsiniz. Qədrinizi bildilər, dəyərinizi bildilər. Aldadır bu dünya bizi. Dünya hər zaman yalandır. İndi deyəcəksiniz, bu dünyanı pisləyir. Dünyanın yer kürəsi gözəl, möhtəşəm yer. Amma insanların yaratdığı dünyanın özü yalandır. Nəsnələrin, düşüncələrin, fikirlərin, anlayışların, kontekstlərin, konspektlərin, konseptual düşüncənin, diskursiv ağlın özü sütunsuzdur, yalandır, boşdur, dəyişicidir, dəyişkəndir. Burada heç nə yoxdur. Sən sorgulamırsan, araşdırmırsan. Sən Sakrat olmaq istəmirsən. Sən inanmaq istəyirsən. Sən düşünürsən ki, sən balaca olanda, Allaha inananda Allah sənə kömək eləmirdi.
Yenə də inanırsan Allaha, deyirsən, yox, birdən köməklik eləyər. Eləməyəcək. Allah sənə yardım eləməyəcək. Ana, ata, yaxınların, heç kəs səni xilas eləməyəcək. Sən öləcəksən. Bu qədər. Ona görə də nə deyə bilərəm? Özünə bir fəlsəfə yarat, ona uyğun yaşa. Çalış, yaxşı insan olasın. Saflığını, gözəlliyini, yaxşılığını, qədrini bilənlərə ver. Diqqətli ol, şüurlu ol, özünü dərk elə. Mənim nəsihətlərim budur. Mən sizə nəsihət verirəm. Allah sizi qorusun, özünüzü dərk eləyin. Özünüzü dərk eləsəz, cənnətə gedəcəksiniz. Bu da yalandır.